Hər birinizi salamlayıram. Bugün də çox lazımlı bir cihaz haqqında danışmaq istəyirəm. Daha doğrusu, həm də qutu açılışını edəcəyik bir yerdə. Bu avtomobillər üçün video qeydiyyatçıdır. Çox funksiyalıdır. Həm də məşhur bir firmaya məxsusdur. Azdon firmasının istehsalıdır. Gəlin qutunu açaq. Qutunun içərisində nələr var, hansı funksiyaları var baxaq. Ondan sonra daha geniş məlumat vermə imkanımız olacaq. Bəli, Azdon firmasına məxsus, ölçüsü kiçik olsa da çox böyük imkanları olan bir video qeydiyyatçı. Burada modeli görürük. GS63H modelidir. Kutunun üzərində başqa hər hansı bir məlumat yoxdur. İçərisində yəqin ki, istifadəçi təlimatı və cihazın hissələri olacaq. Bunu özüm quraşdırmaq istəyirəm. Quraşdırma prosesini çalışdığım qədər göstərəcəm və ən əsası gündüz və gecə çəkilişin hansı keyfiyyətdə çəkib, onu da bu videoya əlavə edəcəm. Burada kameranın özüdür. Üzərində bəzi qeydlər var. Burada yazılıb ki, kameranı enerji mənbəyinə daimi daxil saxlayın. Sonra yaddaş kartı dəstəyi var. Yaddaş kartına qeyd eləyir videoları və onun kameraya birləşdirdikdə format olunmasının mütləq olduğunu bildirir. Daha sonra isə yazılıb, daha sonra isə qeyd edib ki, kamera işlək vəziyyətdə olanda yaddaş kartını çıxarmaq olmaz. Bu zərər verə bilər cihaza və yaxud karta. Burada bu düymələrin funksiyaları yazılıb. Bunlarla naviqasiya düymələri necə idarə etmək olur. Bu hissədə bir reset düyməsi biz görürük. Burada gördüyünüz kimi reset düyməsi var, sıfırlamadır. Bu hissədə isə mikrofonu var, öz daxili mikrofonu var. Salondakı səsi də yazır və burada səs uzalıcısı da var. Burada gördüyümüz 4K və Wi-Fi logolarını görürük. Cihaz 4K video çəkmə imkanına malikdir. Bu hissədə biz kartı buradan daxil edirik. Bu isə işə salma düyməsidir. Buradan birləşdirib bu hissədə deməli mini HDMI çıxışı var. Burada isə enerji kabelinin girişi var. Buradan isə biz komplektində yoxdur, onu əlavə də edə bilərdik biz üzərində. Elə bir satış növü də var idi. Bu tək registratorun özüdür. Kamera əlavə də edə bilərdik arxa görüntü üçün və onun girişidir. Əlavə də alıb qoşmaq olar istənilən modeldə bu girişi dəstəkləyən. Hələ ki bizdə olan ancaq kameranın özüdür. Yəni arxa çəkiliş üçün kamera almamışıq. Qutuda olan ancaq kameranın özü. Baxaq ki, qutuda başqa nə var? Buradan burada bir ədəd avtomobil üçün şarj aləti, belə deyək, zaryadka üçün. Burada iki çıxışı var. Bu da çox yaxşı düşünülüb. Biri
özü kamera üçün, biri ilə isə biz telefonumuzu şarj edə bilərik. Yəni bu hər dəfə çıxartmaq məcburiyyətində deyilik. Bunu əgər çıxarsaq kamera tez bir zamanda sönəcək. Amma bu həm taxılı qala bilər, kamerada işləyir. Buradan isə telefonumuzu zaryatkaya qoya bilərik. Belə bir başlığı. Sonra burada deməli kabeli rahat şəkildə avtomobilə yerləşdirmək üçün belə deyim, kabeli qapı rezinlərinin arası ilə daha çox gətirirlər. Mən də ham hissədən yerləşdirməyi düşünürəm. Hər avtomobildə fərqli ola bilər. Bu kabeli daha rahat şəkildə belə deyim, montaj etməyə, yerləşdirməyə yarayan bir kiçik alətdir. Burada isə kabelləri bərkitmək üçün belə bir bu hissəsi yapışkandır. Açıb yapışdırıb salonun hər hansı bir hissəsinə. Buradan isə kabeli keçirib bu şəkildə səviyyəli olsun deyə daha möhkəm və rahat kabeli çəkmək üçün istifadə olunan hissələridir. Bu da montaj zamanı lazım olacaq. Əsas hissələrindən biri bu ön hissəyə birləşdirmək üçündür. Alan şüşəsinə belə deyək, birləşdirilərək bərkitmək üçündür. Buradan isə gördüyünüz bu hissədən kameraya bu şəkildə keçirilir. Burada isə bildiyim qədərilə bu 3 metrdən artıq olan bir kabeldir. Bu hissəsi kameraya birləşir. Buradan isə həmin başlığa birləşdiririk. Çox qalın bir istifadəçi təlimatı var. Bunu həm quraşdırılması üçün, həm funksiyalar üçün bütün funksiyalarını dəqiq bilmək üçün bunu ətraflı oxuyub incələmək lazımdır. Burada da şəkillər də izah olunub. Bu hissədə yəni məsləhət görülüb ki, sürücü tərəfdən yox, sərnişin tərəfdən gətirilərək bura birləşdirilsin. Bunları ətraflı oxuyub incələdikdən sonra kameranı avtomobilə quraşdıracağım. Kameranın əsas funksiyalarından bayaq da qeyd elədiyim kimi 4K video çəkilişdir, çox aydın, çox yüksək keyfiyyətdə, həm gündüz, həm gecə çəkilişləridir. Wi-Fi bayaq da üzərində də gördünüz Wi-Fi işarəsini. Burada kameranı ayırmadan və yaxud yaddaş kartını çıxarmadan telefonda olan telefon üçün olan bir Azdon proqramı ilə bunun daxili Wi-Fi ilə qoşularaq yaddaşında olan bütün videoları biz telefona köçürə də bilərik və orada baxa da bilərik. GPS var videonun üzərində, biz saatı, tarixi və bundan əlavə coğrafi koordinatları videonun üzərində görə bilərik. Orada görünməsini seçə bilirik və bundan əlavə maşının nömrəsini də orada daxil edə bilirik. Bundan əlavə 170 dərəcə geniş bucaq video çəkilişi var, parking modu var, hərəkət sensoru var, belə deyim. Maşın ətrafında, maşın yaxınlığında, görmə bucağı yaxınlığında hərəkət hiss eləyərsə, o dəqiqə qeydiyyata alır. Gecə görünüşü bundan əlavə 64 GB-a qədər yaddaş kartı
dəstəyi var. Kameranın istifadəsi çox rahatdır. Yəni quraşdırdıqdan da sonra, telefona proqramı yüklədikdən sonra biz özümüz də görəcəyik hansı qaydadadır. Və mütləq lazım olan cihazlardandır avtomobildə. Bunun qeyd elədiyi hər hansı bir hadisə yol nəqliyyat hadisəsində mübahisəli məqamlara aydınlıq gətirə bilər və yaxud da əgər sizdə günah sizdə olmayıbsa, bunu sübuta yetirməsində sizə çox yardımcı ola bilər. Bu şnurla kompüterə qoşar, məncə işləyəcək. Avtomobilə qoşmasaq da. Bu şnurla bizim kompüterə qoşsaq, yəqin ki, bu işləyəcək. İşləməsə də ən azından yoxlamış olarıq. Bu hissədən çıxaraq. Yuxarı istiqamətlərində çünki aşağı yox, yuxarı ilə gətirilir deyə. Kamera açıldı. Burada biz tarifi görürük və sağda kart işarəsinin üzərində X var. Açanda da bildiriş gəldi ki, kartı daxil edin. Kartı bu hissədə daxil edək. Bunların şəkili var, bu qaydada. Belə daxil edəcək. Burada bildiyiniz ki, ekranda okundu. Burada yazılıb ki, yüksək sürətli, yəni oxuma yazma sürətli kart daxil edin və onu format edin. Menüyə daxil olaraq yuxarı və aşağı format bölməsini tapdıq. Burada ok seçək, təsdiqləyək. Kartı formatları. Burada versiyası haqqında məlumatdır. Wi-Fi menüsü, Wi-Fi açıb bağlamaq üçün ki, bağlasaq deyə. Burada saat qurşağı seçimidir. 4.0 müsbət 4 seçdik. Saat formatına, daha doğrusu tarixin formatına, deməli bu qaydada, yəni daha çox istifadə olunan gün, ay və il. Bu qaydada da saat, tarix, deməli telefonumuza, saatımıza baxaq. 22:34 və video çəkilən tarixdə 11. Tarix düzdür. 22:34'dür. Burada 36 verib. Burada deməli ekran qoruyucu, belə deyək. Bu video açıq da gedə bilər. Yəni çəkdiyin siz burada görə bilərsiniz. Burada isə saat seçimi var. Burada gördüyünüz kimi canlı video həmişə açıq. Burada 1 dəqiqədən sonra ekran qoruyucu keçsin. Buradakı 3-cü bölmədə yazılan ekran sönsün 1 dəqiqədən sonra, 3 dəqiqədən sonra sönsün və yaxud 5 dəqiqədən sonra sönsün. Hələ ki deməli açıq qoyaq, daha doğrusu 3 dəqiqəyə qoyaq. 3 dəqiqədən sonra sönsün. Burada bildiriş səsidir, açıqdır. Səs uzaldığını
səs səviyyəsi ortada da qalsın, dil ingiliscə istifadə edən qalsın. Gördüğünüz bu license plate yazılan avtomobilin qeydiyyat nişanı yazmaq üçündür, yəni nömrəsini. Bura yazmağa çalışaq. Nömrəni yazdıq, təsdiqlədik. Buradan növbəti menülərə keçirik. Yeni nömrə tezliyi yazmışlar. Burada 64 GB kartdır. Burada boşluğu olan hissəsini göstərmək üçündür. Format qoyaq, format edərik. Deməli, növbəti menüyə keçək. Daha doğrusu əsas menüyə biz 200-dan başlamışdıq. Burada ölçü, deməli 1080 piksel hal-hazırda oradadır. Orada da saxlayıram. 4K keçirə bilərik. Əvvəl videoya baxdıqdan sonra 4K çəkilişinə də baxarıq. Sonra loop recording bölməsi burada bütün video registratorlarda olduğu kimi, yəni videonu əvvəldən sona doğru silə-silə yəni yazmağa başlayır. Bununla da daimi, yəni yaddaş kartı doldu, çəkiliş dayansın belə deyil. Daimi video yaddaşa yazması üçün yaddaş kartı dolana yaxın artıq köhnə videoları özü silir və yeni video üçün yer yaradıb ora yazır. Bu bütün video registratorlarda belədir və üstünlük bu onların üstünlüyüdür ki, yaddaş kartı dolma problemi olmur. Burada loop recording bölməsinə daxil oluruq. Deməli 3 video, 3 dəqiqəlik videolar, 5 dəqiqəlik videolar yaxud 10 dəqiqəlik videolar şəklində hissələrə bölünsün. 5 dəqiqə ortalama olaraq seçə bilərik. Deməli burada əsas bizə lazım olan funksiyalardan biri motion detection, yəni hərəkət təyin etmə, hərəkəti aşkar etmə funksiyası. Bunu açırıq. Burada parking detection, parking mode. Burada arka kamera hər ehtimala çıxır. Bir də ikinci kamera yenə qoşulmuyor buna. Orada lazım olan bir funksiyadır. Record audio açıqdır. Salamlamaq hissəsi yazacaq. Date stamp, yəni tarix növbədə belə bir videonun üzərində tarixin göstərilməsi açıqdır. GPS stamp, bayaq dediyim kimi coğrafi koordinatı göstərir orada. GPS info, burada da GPS-dən, peykidən gələn siqnalları göstərir. Hal-hazırda içəridə olduğumuz üçün siqnal zəif ola bilər, ya da olmaya bilər. Daha sonra G-sensor, burada activity, live speed. Bu qədər. Əsas funksiyaları biz ayarladıq. Burada gördüyünüz kimi artıq yazmağa da başladı. Burada saniyə gedir. GPS qırmızı işarət yanı sönür. Biz otaqdayıq hal-hazırda. Ona görə yəni GPS siqnalı olmaya bilər. Digərlər isə burada gördüyümüz ayarladığımız hissələri biz burada görürük. 3 ya 5 dəqiqə qoyduq bunu ekranın sönməyi. Bu həm gecə vaxtı sürücünün gözünə düşməsin deyə, həm diqqətin yayındırılmasın deyə. Ekran sönsə daha yaxşı olar, amma istəyə uyğun olaraq istəsəz açıq da saxlaya bilərsiniz. Görürsünüz kameranı, yəni işə salaq. Bu qaydada işə düşür və yazmağa başlayır. Şunurlar isə buradan gördüyünüz bu hissə ilə bu qaydada görünməyəcək şəkildə gətirilib. Və bu hissədə gördüyünüz buradan keçirilərək zaratka yerinə birləşdirilir. Video hal-hazırda qeyd olunur. 1 dəqiqədən sonra isə mən bunu gözləmə ekran qoruyucu rejiminə aldım. Bir də kitabında, yəni təlimatında bunu bu hissədən
gördüğünüz bu siyah olması məsləhət görülmüşdür. Ancaq görüntü olaraq, yəni mərkəzdə olanda daha yaxşı görünür deyə həm keçəcək hal-hazırda ekran qoruyucu rejiminə və onda o qədər də maneçiliyi yoxdur sürməyə. Gördüyünüz kimi burada saatı göstərir bizə və kürsüdə recording yazısı. Artıq 2 gündür kameranı avtomobilə quraşdırmışam, istifadə edirəm. İstifadəsi çox rahatdır. Hal-hazırda səsimi də kameranın öz mikrofonu qeydə alır. Həm bunun keyfiyyətini də yoxlamış olaq deyə əlavə kameranı qoşmuyor, əlavə daha doğrusu mikrofonu qoşmadı.